Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapiya, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacağam ki, necə etmək lazımdır ki, sizə hörmət etsinlər. İlk öncə onu deyim ki, hörmət bir tələb məsələsi deyil, bir inşa məsələsidir. Hansı ki, insan tərəfindən, məhz insanın özü tərəfindən inşa olunmalıdır. Əvvəlcə hörməti öldürən məsələlərdən danışaq. Özünüzü qurban kimi göstərmək, yazıq kimi göstərmək, qeybət etmək, zamanınızın qədrini bilməmək, yox deyə bilməmək, limitsiz aşırı dərəcədə yaxşılıq eləmək, insanlar sizdən soruşmadığı halda nəyəsə bir şeyə cavab vermək, müdaxilə eləmək, başqalarının işinə burnunu soxmaq və sizdən məsləhət alınmadığı halda məsləhət verməyə çalışmaq, sizdən yardım istənilmədiyi halda yardım etməyə çalışmaq, dəvət olunmadığınız yerə getmək, zorla özünüzü qəbul etdirməyə çalışmaq, yəni zorla açıqlamalar eləmək ki, nəyə görə məhz mən dəyərliyəm. Yəni öz dəyərinizi kiməsə izah eləməyə çalışmaq, kiməsə hesabat verməyə çalışmaq. Düzdür, hesabat məsələsində əgər dövlət işçisi, müdürün səndən hesabat istəyirsə, burada durum bir qədər başqadır. Və yaxud da polis bölməsinə dəvət olunub ifadə verilməyiniz istənilirsə, bu tamamilə başqadır. Yəni, ümumiyyətlə, hər hansı bir mövzuda hesabat vermək. Bütün bunların hamısı hörməti öldürür. Bəs yaxşı, saxta hörmət nədir? Deyək ki, vəzifəniz var, statusunuz yüksəkdir və fiziki gücünüz çoxdur. Ona görə insana psixoloji və fiziki təzyiq göstərirsiniz. Bu, həqiqi hörmət deyil. Qarşı tərəf sizdən qorxduğu üçün bunu edir və fürsət gözləyir. Fürsət əlinə keçən kimi sizi ilk bıçaqlayan o olacaq. Və digər saxta hörmət pul və var-dövlətlə qazanılır. Hansı ki, bu da həqiqi hörmət deyil. İndi bilirəm, çoxunuz deyəcəksiniz ki, pulun varsa hörmətin də var. Xeyr, bu elə deyil. Pul və var-dövlət saxtakar, fürsətçi, ikiyüzlü insanların ətrafımıza toplanmasına şərait yaradacaq. Və nəticədə kiçik bir düşüşdə sizə ilk xəyanət eləyən elə onlar olacaq. Elə hər formada. Yəni, bunlar saxta hörmətdir. Yaxşı, bəs həqiqi hörməti necə inşa eləmək olar? 1. Sözünüzün üzərində durmaqla. 2. Sağlam sərhədlər qurmaqla. 3. Yox deməyi bacarmaqla. Çünki yox deyə bilməyənin həsi də qüvvətli olmur. Həsi də zəif olur. 4. Əgər bir işdə işləyirsinizsə və yaxud da bir sənətkarsınızsa, öz işinizi sevərək, ən mükəmməl şəkildə yerinə yetirərək, onun haqqını verərək. Və digəri, stratejik hərəkət eləyərək. Nə zaman, harada nə deyəcəyinizi bilməklə, nə zaman, harada susacağınızı bilməklə, nə zaman, harada hücum edəcəyinizi bilməklə, nə zaman, harada geri çəkiləcəyinizi bilməklə. Bax, bu məsələlər çox önəmlidir. Və ondan da az vacib olanı, yəni ondan da geri qalmayanı demək istəyirəm, insanlarda qeyri-müəyyənlik yaratmaqla. Qeyri-müəyyənlik necə yaradılır? Fərqli-fərqli davranışlar sərgiləyərək. Yəni, sənin davranışların öngörülə bilinmir. Yəni, hər dəfə şablon məsələlərdən istifadə eləmirsən. Şablon sözlərdən istifadə eləmirsən, şablon davranışlardan istifadə eləmirsən, şablon həll üsullarından istifadə eləmirsən. Yəni, belə olanda insanlar onları nə gözləyəcəyini bilmir və əksinə siz onun üçün, onlar üçün maraqlı olmağa başlayırsınız. Əgər bir insan üçün siz maraqlısınızsa, təbii ki, nədir? Sizə hörmət etməyə başlayacaq. Və ən vacibi, səxavətliliyi, yaxşılığı ölçülü şəkildə istifadə edirsinizsə, yəni onu güclə tarazlayırsınızsa,
Yəni bir insanın nəfsini yox, ehtiyacına xitab edirsinizsə, ehtiyacını doyurursunuzsa. Məsəl üçün necə deyirlər, kişi mərd olar, yəni kasıbə əl tutar, yetimi doyuzdurar. Amma bu şeyləri davamlı edəcəyi anlamına gəlmir. Və bu şeyləri vərdiş halına salacağı anlamına da gəlmir. Başa düşürsünüzmü? Yəni yaxşılığı eləyirsən, amma güc tarazlığı var. Sözünün də kəsəri olur və o adamı eyni zamanda da yaxın buraxmırsan. Yəni distansa saxlayaraq yaxşılıq eləyirsən, ölçülü yaxşılıq eləyirsən, onu güclə tarazlayırsan. Bu zaman bu cür səxavətli insanlara hörmət olunur. Diqqətinizə görə minnətdaram. Sağ olun.